Studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovdur. Rəşad bəy, xoş gəlmişsiniz. Xoş gördük. Zəfər gününüz mübarək yeri gəlmişkən. Elə parad bir yerdə izlənildi. Yəni, birlikdə bu paradı izlədik. Hərbiçilərimizin keçidi, üstəgəl hərbi texnika, hansı ki, həm də arsenalımıza yeni daxil olan silahlardan, raketlərdən söhbət gedir. Bunları izlədik. Eyni zamanda döyüş təyyarələrinin uçuşu həqiqətən də möhtəşəm idi. Əvvəlcə paradın ümumi şərhini sizdən xahiş edəcəm. Necə təsir bağışladı? Təbii ki, çox mühüm və qürurlu kadrları biz izlədik birlikdə. Xüsusən də nəzərə alaq ki, 5 illə bağlı keçirilən parad özündə təkcə hərbi qələbənin 5 illiyini etibar etmədi. Bu paradda Türkiyə liderinin, Pakistan liderinin iştirakı, eyni zamanda Azərbaycan əskərləri ilə, Azərbaycan ordusu ilə yanaşı Türkiyə və Pakistan hərbiçilərinin də paradda iştirakı əslində özü-özlüyündə verilmiş çox güclü bir mesaj idi. Bu bütün dünyaya, həm dostlara, həm düşmənlərə, həm Cənubi Qafqazda bu və ya digər şəkildə maraqlarını təmin etmək istəyən ayrı-ayrı güclərə verilmiş bir mesaj idi və əslində İslam coğrafiyasında Türk İslam birliyinin simvolizə eləyən bir mesaj idi və bu təbii ki, qürur verici idi. Çünki Türkiyə ilə bağlı məlumdur ki, Türkiyə müharibənin ilk günlərindən Azərbaycana dəstək verən, bütün platformalarda Azərbaycana dəstək verən ölkədir. Eyni zamanda Pakistan da uzun illər ərzində məhz Azərbaycanla Ermənistan arasında münaqişə səbəbi ilə Ermənistanla hər hansı diplomatik əlaqə qurmayan, müharibə başlayan ilk gündən o da bütün platformalarda Azərbaycanın haqq işinə dəstək verən bir ölkədir və indi bu üç ölkənin birgə paradda iştirakı, əskərlərinin birgə addımlaması, üç ölkənin bayraqlarının birgə dalğalanması həm də Bakı, Ankara və İslamabad oxunun yeni regional və Cənubi Qafqazda sabitliyi təmin eləyə biləcək bir güc olaraq ortaya çıxmasını faktiki olaraq təqdim elədi bütün dünyaya və təbii ki, bu həm qərbə, həm şimal qonşumuza verilmiş çox açıq bir mesaj kimi də qəbul olunmalı. Yer gəlmişkən Pakistan hərbçiləri birinci dəfə idi ki, Azərbaycanda paradda iştirak edirdilər. Bu da qələbəmizin 5-ci il dönümünə həsr olunan Zəfər paradında özünü göstərdi. Proqramın gedişatında paraddan video görüntüləri növbəti dəfə sizin diqqətinizə çatdıracağıq. Şahbaz Şərifin bir maraqlı çıxışı var idi. O vurğuladı ki, torpaqların azadlığı uğrunda mübarizədə Pakistan Azərbaycanın yanında qaya kimi dayandı, bu cür ifadə etdi fikirlərini. Təbii ki, həqiqətən də elə oldu. Yəni, baxın, biz həmin günləri xatırlayırıq da, 44 günlük savaş günü Azərbaycanda insanlar evlərindən təkcə Azərbaycan bayraqlarını asmırdılar. Biz baxanda, küçədə, yol boyu gedəndə mütləq şəkildə Türkiyə bayrağını, mütləq şəkildə Pakistan bayrağını da görürdük. Bu da həqiqətən də ilk gündən onların yanımızda olmasını əslində nəticəsində meydana çıxan görüntüləri idi. Bütün imkanları ilə dəstək verməyə çalışdılar. Bütün beynəlxalq platformalarda Azərbaycanın haqq işini müdafiə eləyərək Azərbaycanın yanında olduqlarını bildirdilər. Azərbaycana həm Türkiyənin, həm Pakistanın hərbi texnika, müqavilələr əsasında ötürdüyü hərbi texnikanı, müharibədən sonraki dönəmdə belə bizim Pakistandan aldığımız, xüsusən də qırıcı təyyarələri xüsusi olaraq qeyd eləmək lazımdır ki, biz o təyyarələri döyüş meydanında sınaqdan keçirtməsək də, amma Hindistan-Pakistan müharibəsində o təyyarələrin nələrə qadir olduğunu, böyük milyarddan çox belə deyək, əhalisi olan Hindistana qarşı Pakistanın necə dayandığını və necə uğur əldə etdiyini gördük. Və bütün bunlar təbii ki, həm Şahbaz Şərifin verdiyi mesaj, həm Ərdoğanın verdiyi mesajlar bundan sonraki mərhələdə də davamlı şəkildə Azərbaycanın yanında olacaqlarının mesajı idi. Və təbii ki, bu çox mühüm və belə deyək, xüsusən də indiki dünyada baş verən geosiyasi proseslər fonunda bu verilən mesajlar olduqca Azərbaycan üçün çox böyük əhəmiyyətə malik mesajlardır. Cənab Ərdoğanın bir fikri var idi. Vətən müharibəsində Azərbaycanın qazandığı qələbə Asiya və Avropada siyasi balansı
dəyişdi. Bu çox önəmli bir detaldır. Gəlin bunu bir müzakirə edək. Təbii ki, dəyişdi. Baxın, biz 44 günlük savaşa qədər olan bir dövrə baxaq. Nə baş verirdi? Baş verən o idi ki, biz qərbdən davamlı şəkildə Azərbaycanla bağlı, Azərbaycanın işğalla barışmasına yönəlik mesajlara şahidlik edirdik. Yəni, qərb dünyası Azərbaycanla Ermənistan arasında münaqişənin həllini faktiki olaraq Azərbaycanın ərazi itkiləri ilə barışması fonunda təqdim etməyə çalışırdı. 44 günlük savaş müddətində nəyə şahidlik elədik? Yenə də ayrı-ayrı güclərin müharibənin dayandırılması ilə bağlı çağırışlarını, Azərbaycanın ədalətli gücdən istifadəsinə qarşı, belə deyək, mövqeni bütün tribunalardan səsləndirmək cəhdlərinə və s. şahidlik etdik. Amma nəticə etibarilə nə baş verdi? Nəticə etibarilə Azərbaycan geri addım atmadı. Azərbaycan qətiyyətini sonacan göstərdi. Təkcə 44 günlük savaşda yox, təkcə antiterror əməliyyatlarında yox. Ondan sonraki dövrdə də sonacan istəyir şimaldan gələn təzyiqlərə boyun əyməməklə, istəyir Biden hakimiyyəti dövründə ABŞ-ın təzyiqlərinə boyun əyməməklə, istəyir Avropa İttifaqı, Makron və digərlərinin timsalında olan təzyiqlərə boyun əyməməklə o iradəni nümayiş etdirdi və bu gün nə baş verir? Bu günləri haqqında danışdığımız, zamanında Azərbaycana qarşı mövqe ortaya qoyan faktiki olaraq Qərb dünyası bu günlər Azərbaycanı qələbə günü ilə təbrik eləyir, zəfər günü ilə təbrik eləyir. Bu zəfərin yaratdığı yeni imkanları artıq imkanlardan faydalanmaq üçün belə deyək, müqavilələr bağlamağa cəhd eləyirlər. Təbii ki, kommunikasiyaların açılması, təbii ki, Zəngəzur dəhlizinin işə düşməsi Orta Asiyanın mövqeyinin nə qədər güclənməsinə yatırıb çıxaracaq. Faktiki olaraq Rusiya və Çindən asıllığının azalmasına nə qədər töhfə verəcək, bunu hər kəs başa düşür. Ona görə də Cənab Ərdoğan da məhz bu məqamları faktiki olaraq özündə etiva eləyərək nəticənin həm Avropa üçün, Qərb üçün, həm də Orta Asiya üçün kifayət qədər yeniliklər gətirməsini özündə belə deyək, təqdim etmiş oldu. Həqiqətən də baxın, bu günləri Orta Asiyanın təbii sərvətlərinin faktiki olaraq Qərbdə ehtiyac olan təbii sərvətlərə birbaşa çıxış imkanı vəd eləyir Azərbaycanın qələbəsi. Yəni, bir anlığa təsəvvür eləyək ki, bu qələbə yox idi. Kommunikasiya xətlərinin açılmasından söhbət getmirdi. O zaman yenə də ənənəvi olaraq Orta Asiya ölkələrinin təbii sərvətləri ya ümumiyyətlə istismar olunmadan qalacaqdı, ya da məcburi şəkildə yenə də ancaq Rusiya vasitəsi ilə dünya bazarına hansısa formada çıxarılması təmin olunmalı idi. Ona görə də təbii ki, bu qələbə və qələbənin özü ilə gətirdiyi yeni reallıqlar həm şərqdə, həm qərbdə tamamilə yeni üfüqlərin açılmasını özündə ehtiva etdi. Təbii ki, bu zəfər paradı qələbəmizin 5-ci il dönümünə həsr edilən zəfər paradı idi. Amma müharibə niyə baş verdi? Müharibə Ermənistanın 30 illik işğalçı siyasəti davam etdirməsi nəticəsində baş verdi. Gördük, daha öz xoşları ilə bunu reallaşdırmırlar. Biz məcbur olub əks-hücum əməliyyatları ilə torpaqlarımızı işğaldan azad etdik. Ermənistanın ritorikası indi düzəlməyə başlayıb, amma bilmirik, heç kim buna zəmanət vermir ki, ritorika bu cür davam edəcək, yoxsa yox. Cənab Prezident İlham Əliyev hərbi paradda çıxışı zamanı Ermənistanın işğalçı siyasəti ilə bağlı da məqamlara yer ayırdı. Gəlin həmin istiqamətləri də izləyək, sonra söhbətimizə davam edərik. 90-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın təxminən 20% işğal altına düşmüşdür. 1 milyon Azərbaycan vətəndaşı qaçqın köçkün vəziyyətinə salınmışdır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. Xocalı soyqırımı törədilmişdir. Etnik təmizləmə siyasəti aparılırdı. Bu bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Biz sülh danışıqlarını apararkən eyni zamanda hər zaman bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi əzəli torpaqlarını azad edəcək.
Bəli, danışıqlar nəticə vermədi. Bizdə də daha o qədər səbir qalmamışdı sözün açıq. 30 il az müddət deyil, bir ölkənin torpaqlarını işğal altında saxlayasan və yenə də ermənilər özləri təxribatlara başladılar və təxribatların cavabı olaraq ən böyük zərbəni aldılar. Həmin dövrdə Ali Baş Komandanın ətrafında xalq birləşdi, yumruq oldu və nəticədə dəmir yumruqla biz düşmənin başını əzə bildik, necə deyərlər. İndiki məqamda olan vəziyyəti də bir dəyərləndirək. Çünki çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da vurğuladı ki, biz Paşinyanın sülhlə bağlı cəsur addımlarını izləyirik. Bu özü də bir mesaj idi ki, gözümüz sizdədir. Bəli, elə idi. Doğrudan da 30 ilə yaxın bir dövr ərzində torpaqlarımızın işğalı dövründən söhbət gedir. Azərbaycan bir gün belə işğal faktı ilə barışan mövqe ortaya qoymadı. Ya davamlı şəkildə prezidentin də qeyd etdiyi kimi bütün tribunalardan bu mesaj verilirdi ki, biz torpaqların sülh yolu ilə azad olunmasının tərəfdarıyıq, amma torpaqlarımızın davamlı şəkildə işğal altında qalması ilə də heç bir zaman barışmayacaq. Aprel döyüşləri oldu, Tovuz döyüşləri oldu, Naxçıvanda həyata keçirilən güclü əməliyyatı oldu. Bütün bunlar əslində Ermənistanın ağlını başına yığması üçün verilən mesajlar idi. Amma nəticə belə deyək, hasil olmadı. Çünki həm revanşistlərin mövqeləri, həm Paşinyan gələndən sonra dünənləri Xarici İşlər Naziri Ceyhun Bayramov bir faktı qeyd edir. Deyir, Paşinyan gələndən sonra faktiki olaraq münaqişənin həlli istiqamətində addımlar atacağının vədini vermişdi. Amma üstündən bir müddət keçəndən sonra bu vədlər yerinə yetirilməyəndə Prezident İlham Əliyev ondan niyə bu istiqamətdə addımlar atmadığını soruşduqda dedi ki, istəyirsiniz ki, məni öldürsünlər. Yəni, daxildə o qüvvələr o dərəcədə mövqeləri güclü idi ki, belə deyək, separatçı qüvvələrin, Azərbaycana düşmən mövqeyinin aparıcılarının mövqeyi o qədər güclü idi ki, onlar Paşinyanın ilk hakimiyyət dönəmində müvafiq addımlar atmasına belə imkan vermirdilər. Nəticədə də Paşinyan da onların təsir altına düşüb, son olaraq ən böyük səhvini elədi, Qarabağ Ermənistandır deməklə və nəticəsi də göz önündədir. Və bu günləri təbii ki, sülh sazişinin paraflanması həyata keçirilib. Təbii ki, xüsusən də son olaraq 8 avqustda Vaşinqtonda imzalanan və razılaşdırılan o üç tərəfli bəyanat sazişlə bağlı Ermənistanın üzərinə müvafiq öhdəliklər qoyulub. Təbii ki, Ermənistan indiki mərhələdə Azərbaycanla sülhün vacibliyini dərk eləyən bəyanatlar verir, ən azından bəyanatları və açıqlamaları bu yöndədir. Türkiyə ilə münasibətlərin bərpa olunmasının vacibliyini qeyd edirlər, amma bizim üçün bunların hamısı yetərli deyil. Hə, alqışlanan mövqedimi bəli, çünki biz sülhün, belə deyək, əsas istəyənləriyik, sülh məhz Azərbaycanın gündəliyi əsasında formalaşdırılıbdır. Amma Ermənistan tərəfinin müvafiq olaraq konkret üzərinə ötürdüyü öhdəliklərin icrası istiqamətində addımlar atması lazımdır və Ərdoğan da bu bəyanatı verəndə əslində həm də o mesajı verirdi ki, bəyanatlar yaxşı şeydir, amma real addımların atılması da lazımdır. Yəni, bugün hələ də, baxın, sülh sazişinin imzalanması üçün ən böyük əngəl hələ də aradan qaldırılmamış qalır. Bu günləri düzdür, Rusiyada imzalanan üç tərəfli bəyanatdan fərqli olaraq ki, üzərindən 5 il keçdi, Zəngəzur dəhlizi istiqamətində hər hansı bir addım atılmadı. Vaşinqton görüşündən sonra ilkin addımlar atılmağa başlayıb, ən azından müvafiq maliyyənin ayrılması istiqamətində addım atılıb, ən azından nümayəndə heyətləri aralarında görüş keçirilir, bir layihəsi hazırlanır. Ən azından bu işlər görülür, amma ümumi o tikintiyə nə qədər ki start verilməyib, nə qədər ki o istiqamətdə konkret addımlar atılmayıb, təbii ki, bütün diqqətlər Paşinyan və onun hakimiyyətinin üzərində olacaq və nəticə etibarilə indi Paşinyana verilən müddət faktiki olaraq seçkilərə qədər olan müddətdir. Yəni, bundan sonra konkret bu istiqamətdə addımlar atılmasa, Azərbaycanın dəmir yumruğu da yerindədir, Azərbaycanın konkret tələbləri də yerindədir və indi artıq bütün dünya da Azərbaycanın faktiki olaraq haqlı mövqeyinin nədən ibarət olduğunu bilir. Xüsusən də kommunikasiyalar istiqamətində, Zəngəzur dəhlizinin açılması istiqamətində maraq, həm də qərb dünyasının marağıdır deyənə, bu istiqamətdə Ermənistana daha çox təzyiqlərin olacağı da şübhəsizdir. Təbii ki, biz az əvvəl
bitdi. Parad deyə bilərik. Birlikdə hamımız izlədik. ARB 24 televiziya kanalında da bunu canlı izləmiş oldunuz. Yeni silahlar, yeni texnikalar nümayiş etdirildi. Sky Striker Block 4-dən söhbət gedir. Məsələn, bu uçan döyüş sursatları Bakıdakı hərbi paradda birinci dəfə idi ki, nümayiş etdirilirdi. Hero 120-ni də biz xüsusilə vurğulaya bilərik. Sərbəst uçan döyüş sursatları ilk dəfə nümayiş etdirildi. Daha sonra görüntüləri də sizinlə bölüşəcəyik. Bu arada yeniliklərdən danışırıqsa, Azərbaycan ordusu silahlanmaya yeni qəbul edilən Kayra Kamikadze tipli suüstü dəniz vasitəsini də nümayiş etdirdi. Yəni, Azərbaycan ordusu biz 5 il əvvəlki dönəmə baxanda daha güclüdür, daha qüdrətlidir və daha çox yeni texnika ilə silahlanıb, arsenalına yeni texnikanı, yeni silahları cəlb eləyə bilib. Təbii ki, o dövr üçündə biz ən yaxşı silahlarla, sursatlarla təmin etmişdik. Cənab Prezident İlham Əliyev də vurğuladı. Biz illərlə bu prosesə hazırlaşırdıq. Yavaş-yavaş prosesə hazır olmağa çalışırdıq ki, nəticədə qələbəmizi təmin edə bilək. Düzdür, danışıqlar yolu ilə müsbət nəticə istəyirdi, amma təəssüflər olsun ki, alınmadı. Nəticədə Azərbaycan ordusu aldı, Şuşanı yenidən dirçəldə bildik və bu proses indi də davam edir. Təbii ki, 5 il qabaq 44 günlük vətən müharibəsini taclandıran əsas istiqamət bizim mədəniyyət beşiyimiz Şuşa şəhəri idi. Elə xatırlayıram, elə bu ərəfə idi 5 il bundan qabaq. Cənab Prezidentin xalqa müraciəti zamanı Şuşanın işğaldan azad edilməsi xəbəri dünya Azərbaycanlılarına çatdırıldı. Yeri gəlmişkən, Prezident İlham Əliyev paradda çıxışı zamanı Şuşanın işğaldan azad edilməsi mövzusuna da toxundu. Noyabrın 8-də alınmaz qala sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edilmişdir. Bizim şanlı zəfər yürüyüşümüz 27 sentyabrdan 8 noyabra qədər uğurla davam edirdi. Dağlardan, çaylardan, dərələrdən keçərək, sıldırım qayalara dırmaşaraq biz şanlı zəfərə doğru gedirdik. Və Şuşanın düz 5 il bundan əvvəl azad edilməsi Ermənistan ordusunun belini qırdı və ondan sonra onlar təslim oldular. Ondan bir gün sonra noyabrın 9-undan 10-una keçən gecə Ermənistan rəsmən təslim olaraq kapitulyasiya aktına imza attı. Beləliklə biz ərazi bütövlüyümüzü, tarixi ədaləti, beynəlxalq hüququ və milli ləyaqətimizi özümüz bərpa etdik. Studiyamızın qonağı siyasi şərhçi Rəşad Bayramovla bugünkü paradı danışırıq. Eyni zamanda müharibə dönəmindən sonra siyasi gündəm necə formalaşdı, balans hansı formada dəyişdi, bu istiqamətləri müzakirə edirik. Rəşad bəy, bir daha salam, bir daha bayramımız mübarək. Bu arada müharibədən sonra dəyişən siyasi balans və siyasi müstəvidə müşahidə edilən nələri önə çəkmək mütləq şəkildə vacibdir? Təbii ki, birincisi Cənubi Qafqazda güc balansı dəyişdi faktiki olaraq. Təkcə, yəni Azərbaycan onsuz da Cənubi Qafqazın lideri idi. Onsuz da həm hərbi gücünə görə, yəni hətta torpaqlarımız işğal altında qaldığı dönəmdə belə Azərbaycan ordusu Cənubi Qafqazın lider ölkəsi statusunu qoruyub saxlayırdı. Müharibədən sonra isə faktiki olaraq bayaq qeyd etdiyimiz kimi hərbi qüdrətini daha da artırmış oldu. Yəni bu günlərə hətta təqdim olunan, bayaq qeyd etdiyiniz nə qədər biz yeni texnikalara, Azərbaycanın hərbi arsenalına yeni qəbul olunmuş nə qədər texnikalara şahidlik etdik. Bu da onu göstərir ki, Azərbaycan əldə etdiyi nailiyyətlərlə kifayətlənmək fikrində deyil, davamlı şəkildə hazırlıqlı olmağı özü üçün hədəf qoyub, davamlı şəkildə ordunun güclənməsini özü üçün hədəf qoyub və məhz Azərbaycanın müdafiə xərclərinə belə deyək, ayırdığı vəsait,
Azərbaycanın yeni texnika arsenalını yeni texnikalarla zənginləşdirməsi, həm də yeni hərbi birliklərin yaradılması istiqamətində həyata keçirilən fəaliyyətin nəticəsidir ki, Ermənistan nəhayət ki, öz hərbi büdcəsinin azaldılması istiqamətində addımlar atmaq məcburiyyətində qaldı. Yəni, bilirsiniz niyə? Mənasız olduğunu artıq dərk edirlər. Yəni, nə qədər artıracaq, nə qədər artırmalıdır öz büdcəsini ki, Azərbaycan səviyyəsində nəsə əldə eləsin. Rəşad bəy, bir maraqlı məqam var. Baxın, biz ən müasir hərbi texnikaları ordumuzun arsenalında görürük. Bu uğurlara, qələbəyə kölgə salmaq istəyən qüvvələr sual verə bilərlər ki, yaxşı sülh təmin olunubsa, müharibədə qələbə qazanmışıq, torpaqlarımızı işğaldan azad etmişik, ordunun bundan sonraki mərhələdə də gücləndirilməsi nəyə xidmət edir? Baxın, bizim 1-ci Qarabağ savaşında məğlubiyyətimizin əsasını nə təşkil edirdi? Hazırlıqlı ordumuzun olmaması təşkil edirdi. 2. Azərbaycan elə bir coğrafiyada yerləşir ki, davamlı şəkildə təhdidlərlə üz-üzə gəlmə ehtimalı var. Və istənilən halda Azərbaycanın bu günləri güclü olmasına, güclü müdafiəyə, bizim ordumuz müdafiə ordusudur. Biz heç kimin, belə deyək, ərazisində gözü olmayan, heç kimin ərazisində torpaq iddiası eləyən ölkə deyilik. Bizim ordumuz müdafiə ordusudur və ona görə də davamlı şəkildə möhkəmlənməyə ehtiyac var. Çünki dünya elə bir vəziyyətə gəlib çatıb ki, sabahları nə baş verəcəyini heç kim proqnozlaşdıra bilməz. Hətta bir anlığa bu seçkilərdə, məsələn, Paşinyanın uduzacağı və yaxud da hakimiyyətə yeni revanşist qüvvələrin gələcəyi halda nələrin baş verəcəyini də proqnozlaşdırmaq mümkün deyil. O baxımdan mütləq şəkildə hazırlıqlı olmaq lazımdır və Azərbaycan da bunu eləyir. Baxın, bugün bir statistik məlumatları oxudum. Ermənistanın 44 günlük savaşda bir məhv edilən texnikasının sayı, 2. Azərbaycanın qənimət olaraq götürdüyü texnikanın həcmi. Təqribən 3,8 milyard dollarlıq biz təkcə qənimət olaraq belə deyək, silah və texnika götürmüşük. Dağıdılan, məhv edilən, sıradan çıxarılan silah və texnikanın həcminin ümumi dəyərləndirməsinə gəldikdə isə Azərbaycan, Ermənistan indi öz ordusuna müdafiə xərcləri üçün ayırdığı vəsaiti gərək 30 il davamlı şəkildə bu vəsaiti ayıra ki, itirdiyi silah və texnikanın yerini doldura bilsin. Yəni, bu günləri Ermənistan, biz eşidirik, Fransadan silah aldı, nə bilim, Hindistandan onu aldı, Rusiyadan bunu aldı. Bütün bunlar belə Ermənistanın itirdiklərini yerini doldurmağa imkan vermir. Təbii ki, sualımıza qayıtdıqda isə bir, güc balansını regionda dəyişdirdi. İkincisi, bayaq da haqqında danışdığımız Türkiyənin regiona təsir imkanlarını artırdı. Yəni, bu günləri artıq region İranın təsiri altında olan bir region olaraq yox və yaxud da Rusiyanın təsiri altında olan bir region olaraq xarakterizə olunmur. Bu günləri artıq Azərbaycan və Türkiyənin birgə, belə deyək, nəzarət etdiyi yeni bir gücü formalaşdırdığı və ortaya qoyduğu regiondan söhbət gedir Cənubi Qafqaz deyəndə. Təbii ki, bu dəyişiklik iqtisadi sahədə yeni imkanların əldə edilməsi, diplomatik sahədə yeni imkanların əldə edilməsi Azərbaycanın uğurunun, Azərbaycanın qələbəsinin nəticəsidir ki, bu gün Azərbaycan həm də ayrı-ayrı ölkələrlə bağlı diplomatik, belə deyək, barışıq formatında çıxış edən ölkəyə çevrilir. Rəşad bəy, çox sağ olun bizim dəvətimizi qəbul edib studiyamıza gəldiyinizə görə. Bir daha Zəfər gününüzü təbrik edirik. Rəşad Bayramov, siyasi şərhçi.